Salam uşaqlar. 108-ci səhifəni izah edirəm. 38-ə baxırıq uşaqlar. 38-də deyir ki, bir şkafa bir kitab rəfinə nisbətən 4 dəfə çox taxta işlənir. Baxırıq, nələri verir? Bir şkaf verir, bir də rəf verir. Hansından çoxdur? Şkaf rəfə nisbətən 4 dəfə çox. Demək, şkafı 4x götürürük. Buna da x götürürük. Bir şkafa 44 metr taxta. Bir şkafımızı deyib də uşaqlar 4x götürmüşdük. Onda 4x'imiz nəyə bərabərdir? Şkafın qiyməti. Şkaf nə qədərdir? 44 metr taxta. Onda 44. X'i də bərabərdir vurdu da. Nə alanda 11. Demək, tək x'imiz nə oldu? Rəfə bir rəf 11 metr. Bir şkaf nə qədərdir? 4 dəfə çox 44 metr. Gəlin uşaqlar, bunları tapdıq. 2 şkaf. Şkafımız nə qədərdir? 44 metr. 44-ə vururam. 88. Rəfimiz nə qədərdir? 5 dənə. 5'i vururam 11'ə. Nə elədi? 55. Bu 88. İndi bunlar toplam nə qədər, neçə metr taxta işlənir? Bunları toplayacağım. Cavabımız nə idi? 8'dən 5'i toplayanda 13. 1 yerdəcək 13. 1 yerdəcək 14. Neçə metr taxta lazımdır? Neçə metr taxta işlənir? 143 metr taxta işlənir. Keçirik səhifə 39'a. Səhifə deyirəm. Misal 39'a baxırıq uşaqlar. Misal 39'da cavaba baxırıq. Əvvəlcə mötərizənin içini eləyirik. Mötərizənin içini 120 tam %65'dən çıxıram. 20 tam %65. 0, 0 vergül qoyuram. 0, 0, 1. Nə alındı uşaqlar? 100 alındı. Bura nə etdi? 100. 45 tam bölməni eləməliyik uşaqlar. 45 tam, baxın, 27 tam 1325'i dən çıxacam. 45 tam %9'u böləcəm nəyə? 100'ə. Uşaqlar, bu ədədi 100'ə böləndə 100'dən içərən 0 var. Virgül buradan qoyulacaq uşaqlar. 27 tam 1325'dən çıxacaq 0 tam 45'də 0,9. Bildizdə vergüldən sonra neçədən 0 var? Neçə dənə olmalıdır 100'ə böləndə? Buradan gəlir düşür. 100'də 2 dənə də olur. Belə, bu qədər. İndi çıxırıq. Ondan 0'dan 1, ondan 1. 4, 12'den 5, 7, 12'den 4, 8. Burada nə qaldı? 6, 26 tam 10.000'də 871. İndi ikinci tapşırığa keçirəm. İkinci tapşırıqda nə deyir? Bunu hesablayalım. Baxın. Əvvəlcə bundan bunu çıxırıq mötərizədə. İkincisidir. 13 tam 632 mində. 57 tam %15. Mötərizənin içi nə edir uşaqlar? 72'lər 72'ləri apardı. Nə qaldı? 23'dən 10 çıxanda nə edir? 10. Bölürük 10'u. Sadə yolun verxlarım dedim. Vergüldən sonra neçə ədəd var? 0 var. 1 dənə. Onda hara gələcək vergül? Bax, oraya gəl.
13 tam mində 632 üstə gəlsin 5 tam mində 715 keçirək. 13 tam mində 632 üstə gəlsin 5 tam mində 715 7 4 13 bir yadda 8 bir yadda 9 nə alındı 19 tam mində 347 nə alındı 19 tam mində 347 keçirik üçüncüyə. Üçüncüyə bax. Bundan buna çıxıram. 12'lər gedir uşaqlar vergüldən sonra. Nədir? 28'ə 18 çıxanda 10 eldir. Bölürəm onu. 2 tam %22 öz yerində qalsın. Uşaqlar vergüldən sonra bir dənə sıfır var. Demə vergül buradan qoyun. Baxın bu vergülle bu vergül arasında nə olmalıdır? Bir dənədir olmalı. O da oldu. 3 tam mində 701. Gəlin bunları toplayalım. 1, 2, 9, 5. Ne alındı? 5 tam 921. 5 tam mində 921. Bu üçüncüydü uşaqlar. İndi dördüncüyü keçirəm. Baxıram. Bundan bunu çıxandır. 45'lər gedir. Nə olur? 33'dən 20 çıxanda 10. 7 tam mində 367'dən çıxıram. 37 tam onda 6 bölünsün nəyə? 10'a. Demək 7 tam 1367 çıxılsın. Bu ədədi buna böləndə nə olur? Vergül hardan qoyulur uşaqlar? Bir dənə sıfır var. Demək buradan qoyulur. Nə alındı? 3 tam mində %76. Çıxıram. 7 tam 367'dən çıxıram. 3 tam %76. 7 0 3'dən 7 6 6'dan da 3 3 tam mində 607. Nə etdi uşaqlar? 3 tam mində 607. Bu dördüncü tapşırığıydı. Şimdi 40'a keçək. Baxın uşaqlar. Bura nədir? Bunu 1'ə nə deyirik? 15'də 15'dir uşaqlar. Çıxılsın 15'də 7. Nə verir? Başqa yolu bir belədir. Bir də başqa yolu. 1'i 15'ə vuranda nə edir? 15 15